İran prezidenti Məsud Pezeşkiyan təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb. Today Press TV xəbər verir ki, Məsud Pezeşkiyanın açıqlaması Əl-Ərəbi telekanalında yayımlanıb. Hər hansı zoraki hərəkətlərdən və məcburiyyətdən qaçmaq lazımdır. Maksimum təmkinli olmaq, dialoq və dinc ünsiyyət mühitini gözləmək, İran xalqının tələblərinə əməl etmək lazımdır, o deyib. Xatırladaq ki, yanvarın 8-də Tehranda, Təbrizdə və Məşhəddə geniş miqyaslı nümayişlər keçirilib. Paytaxtda etirazçılar Ayətullah Kaşani bulvarında, eləcə də Yusif Abad və Azadi rayonlarında toplaşıblar. Onlar hökumət əleyhinə şüarlar səsləndirib və həyat şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Əl-Ərəbi telekanalının məlumatına görə bu İslam Respublikasında 2022-2023-cü illərdə baş verən ixtişaşlardan bəri ən böyük etirazlardır. Namiq Abbasov, Today Press TV.